Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu və BMT-nin Uşaq hüquqları haqqında konvensiyasına əsasən 18 yaşına çatmamış hər bir şəxs uşaq hesab olunur. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı BMT-nin qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyasının 16.2 maddəsinə əsasən uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil. Azərbaycan Respublikasının konstitusiyasına əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktları ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlər arası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Valideynlər, sadəcə düşünün.